2024-cü ilin 1-ci qrup 2-ci cəhd qəbuluna düşən belə bir suala baxırıq. Kürə sualıdır. Kubun bütün üzvlərinə toxunan kürənin sahəsinin. Mən nə bildim ki, bu kürə mütləq kubun daxilində yerləşməlidir. Çünki bizə deyir ki, bütün üzvlərinə toxunsun. Əgər bütün təpələri toxunur desəydi, o zaman xaricinə çəkərdim. İndi nə etmək lazımdır? Bizə deyir ki, kürənin səthinin sahəsi 4πr kvadrat düsturu ilə hesablanır. Kubun yan səthinin sahəsi isə 4a kvadrat düsturu ilə hesablanır. Niyə görə? Çünki kubun 4 dənə yan üzü var. 2 dənə isə oturacağı var. 4 yan üzü olduğu üçün 4 dənə də a kvadratını toplamaq lazımdır. A kvadratı burada bir üzün sahəsini göstərir. Bəs R və A ilə əlaqə necədir? Əlbəttə ki, kürənin radiusu tərəfin yarısına bərabərdir. Və yaxud da tərəf radiusun 2 mislidir deyə bilərik. O zaman ikinci düsturumuzda A-nın yerinə 2R qoyası olsan, kvadratı yüksəltməyi unutmuruq. 4 vur 4R kvadratı düsturu alaraq, bu da bizə 16R kvadratı verər. Bizdən soruşurdu onların nisbətini. Gəlin tərəf-tərəfə bölək. 4πr kvadratını bölək 16R kvadratına. R kvadratlar ixtisar gedər. Cavab qalar 4π böl 16. 4 ilə 16-nı da ixtisar eləyəsi olsa